Bir də deyirlər traktoristə qız vermirlər. Verməsinlər də. Verməsinlər də. Hər kəsin öz şəxsi fikri var. Görək də. Ədalət bəy, neçə ildir burada işləyirsiniz? Nə işlərlə məşğul olursunuz? Gündəlik işimiz traktorların səliqəsi, səhmanı, dərmanı, frezinidir, sonra budamasıdır. Digər köhnə traktorlarla yeni traktorların arasında hansı fərqlər var? Çox fərq var. Məsələn, 3 səbəbdən saya bilərsiniz ki, budur. Hidrolik sistemində, sonra rahatçılığında. Qulluğu necə olmalıdır? Yağ dəyişməsidir və s. Vaxtında yağı tamam oldu, vaxtında dəyişilməlidir. Bir cüzi problem olanda vaxtında baxmaq lazımdır ki, böyük nöqsanlara yol açmasın. Lovol nə qədər vaxtı sürürsünüz? 3 il. Keyfiyyətli traktorlardır, sərfəli traktorlardır. Fermerlərə nə demək istəyirsiniz? Texnika alanda keyfiyyətli texnikalardan və lovollardan istifadə eləsinlər. Çox sağ olun, təşəkkür edirəm.